10 ildən bir aktivləşəcək dünyanın və astrologların gözlədiyi gün 25.05.2025-ci tarix. 3'lü 5 şans və uğurlar sizə doğru gələcək. 4 bürc, 5 bürc də deyərdim. 5 bürc və arzu xəyalınızın gerçəkləşəcəyi bir gün. Saturn balıq bürcündən qoç bürcünə keçid edir. Yəni bu 10 ildən bir, 12 ildən bir aktivləşmə bir enerji deməkdir. Saturn bizim bel sümüyümüzdür, kökümüz deməkdir. Şans qapılarını, uğur qapıları açan bir gündür. Yəni gözləmədiyin arzun, gözləmədiyin şans insan olaraq, maddiyyat olaraq sizə doğru gələ bilər. Bu bürclərin içərisində qoçlar, dolçalar, oxatanlar, balıqlar və əkizlər özlərini salacaqlar həmin aralığa, şansı, uğuru özlərinə doğru çəkəcəklər. Nə edirsiniz? Bu ritual deyil. Bu sadəcə belə deyim də bir aktivləşmə edirsiniz. Əgər şansınızın, arzunuzun həyata keçmək istəyirsə, ağ bir kağız xətt olmamalıdır. Ağ bir kağız üzərində bir arzunuzu yazırsınız. Yazdıqdan sonra 7 gün balışınızın altında saxlayırsınız və bunu yazarkən sol əlinizlə hər bir arzularınızı yazın ki, sağ beyin evrənə, fəzaya bildiriş, aktivləşmə göndərir. Sol əlinizlə həmin arzunu yazdıqdan sonra balışınızın altına qoyursunuz. 7 gündən sonra çıxardıb onu yandırıb külünü suyun içərisinə qatıb içməlisiniz. Bu külünün içməsi daha tez arzunun aktivləşməsi və gerçəkləşməsi deməkdir. Yəni milyonçu belə ola bilərsiniz həmin gündən istifadə etsəz.